Meyvələrin və meyvə şirələrinin orqanizmə təsiri də müzakirə mövzusu olan məsələlərdəndir. Nə qədər faydalı olsa da meyvə qəbulunun da limiti olmalıdır. Bəzən biz bunu görürük ki, insanlar axşam saatlarında meyvə və yaxud da meyvə şirələrinə üstünlük verirlər ki, öncəliklə bunu vurğulayım ki, meyvə şirəsi dediyimizdə bu hər hansısa bir mağazindən marketdən alınan meyvə şirəsi deyil. Mütləq şəkildə insanlar özləri daha sağlam bədən üçün, daha güclü immun sistem üçün meyvə şirələrinin özləri ev şəraitində hazırlanması daha çox tövsiyə olunandır. Nəinki marketdən alınan meyvə şirəsini. Bir də bunu çox gec saatlarında yatmamışdan öncə meyvə şirəsi qəbul etdiyimizdə bu bizim mədə-bağırsaq sistemində ciddi problemlər yarada bilər. Mütəxəssislər hesab edir ki, sağlamlıq təkcə xəstələnməmək deyil, düzgün qidalamaqla bədəni güclü saxlamaqdır. Gündəlik vərdişlər nəticəsində sağlam olub sağlam yaşamaq çətin deyil.